ziyarətini, digər Bəqidə 4 imamımızın ziyarətini, Mədnədə Peyğəmbərin ziyarətini və Peyğəmbərin gəzdiyi bu yerlər, Peyğəmbərin iştirakı ilə tikilən bu məscidlər, bu məqamlar, Peyğəmbərin iştirak elədiyi döyüş məqamlarını, bütün bu hər bir şey bizə əzizdir. Hər bir addım, Peyğəmbərin addım atdığı hər bir yer bizə müqəddəsdir. Peyğəmbər salavatullah burada yaşayıb, Peyğəmbər salavatullah burada danışıb, Peyğəmbər salavatullah bu şəhərdən nəfəs alıb, Peyğəmbər salavatullah bizim baxdığımız bu şəhərə baxıb və Peyğəmbər salavatullah bu şəhərdə vəfat edib. Allaha and verək Allahlığı xatirinə, Allah bizi Peyğəmbərdən və onun pak əhl-i beytindən ayrı salmasın. Məscid-i Qubanın fəzilətlərini, belə deyək, burada qılınan namazları Allah necə ki bizə nəsib elədi, Allah bütün arzu edənlərə nəsib eləsin. Amin.